İnternetdə şəbəkə marketinq şirkətlərinin maliyyə piramidaları, birbaşa satışla məşğul olanlarınsa fırıldaqçı olduğunu oxumusuzmu? Təəssüf ki, son zamanlar bu cür materiallar internetdə kifayət qədər tez-tez peyda olur. Belə şeyləri beynəlxalq şirkət olan Künet haqqında da yazırlar. Bu məlumatlar həqiqətə uyğun deyil, lakin təəssüf ki, Künetin işgüzar nüfuzuna ciddi zərər vurur. Psixoloqlar iddia edir ki, heç kimə biznes haqqında pozitiv məqalələr oxumaq maraqlı deyil. Uğur hekayələri yalnız öz həyatına görə məsuliyyət öz üzərinə götürməyə hazır olanları cəlb edir. Belə insanlarsa təəssüf ki, o qədər də çox deyil. Daha çox diqqəti qalmaqallı və neqativ materiallar cəlb edir. Blogerlər belə materiallar hesabına izləyicilərin sayını artırır ki, sonradan reklamı sərfəli qiymətə satsınlar və ya şirkətlərə ödənişli təksib yazıları təklif etsinlər. Biz ondan üzləşdik ki, şirkətin fəaliyyəti bəzi bloger və jurnalistlərin materiallarında qeyri-dəqiq işıqlandırılır. Şirkətin maliyyə piramidası olması ilə bağlı ittihamlar səslənir. Nümunələrdən biri tam əminliklə deyilir ki, Künet şirkəti Qazaxıstanda maliyyə piramidası kimi tanınıb. Halbuki əslində yalnız şirkətin əməkdaşı olmayan bəzi müstəqil distributorlarla qarşı məhkəməyə qədər istintaq aparılır. Xatırlatmaq yerinə düşər ki, Qazaxıstanda biz fiziki şəxslərə onlayn ticarət həyata keçirən şirkətlərin rəsmi siyahısına daxilik. Künetdən başqa bu siyahıya Google, Apple, Netflix, Zoom, Huawei kimi şirkətlər və başqaları daxildir. Tam siyahı Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunub. Beynəlxalq birbaşa satış şirkəti olan Künet legitimliyini Manchester City futbol klubu ilə əməkdaşlıq faktı da təsdiqləyir. Beynəlxalq birbaşa satış şirkəti olan Künetin legitimliyini Manchester City futbol klubu ilə əməkdaşlıq faktı da təsdiqləyir. Şirkət bu əfsanəvi İngilis futbol klubunun artıq 10 ildən çox müddətdir sponsorudur. Əsl İngilis xarakterinin nə olduğunu bilən insanların ağlına belə gəlməz ki, belə bir şirkət fırıldaqçılarla əlaqəli ola bilərdi. Britaniyalılar həmişə öz nüfuzlarına çox həssas yanaşır və əməkdaşlıq etdikləri şirkətləri diqqətlə yoxlayırlar. Birbaşa satış biznesində uğur qazana bilməyən insanlar iddia edir ki, Künet ucuz məhsulları böyük pula satır. Lakin biz unikal məhsullar təklif edirik. Premium segment malları, İsveçrə saatları, zərgərlik məmulatları, ev üçün innovativ həllər. Belə məhsullar ucuz ola bilməz. Məsələn, Künetin çeşidində Bernhard H. Meyer brendi altında zərgərlik məmulatları və İsveçrə saatları var. Bu 150 illik tarixə malik İsveçrə brendidir. Həmçinin Lea brendinin qızıl və brilyantdan hazırlanmış zinət əşyaları. Bundan başqa şirkət bazarda analoqu olmayan ən yeni məhsulları tətbiq edir. Onlar ən müasir texnologiyalarını nəzərə alınmaqla hazırlanır və təkmilləşdirilir. Bu isə bir qayda olaraq işləyib hazırlayanların əməyinə, materialların alınmasına, sınaqdan keçirilməsinə və sertifikatlaşdırılmasına böyük xərclər tələb edir. Lakin məhsulun ucuz və ya bahalı alınması hər kəsin öz seçimidir. Kimisi paltarı bazardan alır, kimisi yalnız bahalı butiklərdən. Qərar alıcıya qalır. Bir daha xatırladıram ki, şirkətin məhsulları haqqında bütün məlumatlar açıq mənbələrdə, o cümlədən onun saytında yerləşdirilib. Şirkətin məhsulları haqqında məlumatla tanış olmaq istəyən hər kəs asanlıqla görə bilər ki, şirkət heç vaxt all-inclusive qeydli turistik paketləri satmayıb. Bizim çeşidimizdə klub kartları var ki, onlar vasitəsilə özümüzə məxsus və tərəfdaş otellərdə sabit qiymətə yerləşmə təqdim olunur. Biz myqvi.com saytında xüsusi olaraq vurğulamışıq ki, Künet şirkətinin təklif etdiyi məhsulun dəyərinə aviauçuş daxil deyil. Bu yalnız yerləşmənin qiymətidir. Buna görə də saytımızdakı məlumata baxmağa belə əziyyət etməyən jurnalist və blogerlərin dərc etdiyi materiallarda açıq-aşkar yanlış və saxta məlumat göstərilir. Künet şirkətinin bütün malları sertifikata və ətraflı təsvirə malikdir ki, onlarla saytda tanış olmaq mümkündür. Bununla yanaşı, bəzən şirkətə qarşı internetdəki ittihamlar absurd həddə çatır. Belə ki, materiallardan birində jurnalist qadın efirdə güya Künet şirkətindən alınmış saxta zinət əşyaları nümayiş etdirdi. Tamaşaçılara güya bizim müstəqil distributorlarımızdan alınmış saxta gümüş sırğalar göstərildi. Şirkətimizin məhsulları ilə yaxşı tanış olanlar yaxşı bilir ki, biz gümüş sırğa satmırıq. Biz Bernhard H. Meyer və Lea brendləri altında 750 və 585 əyarlı qızıldan hazırlanmış qızıl zinət əşyaları satırıq. Bir sözlə, bəzi alıcılar zinət əşyasına müəyyən məbləğdə pul ödəməzdən əvvəl şirkətin saytındakı rəsmi çeşidi ilə tanış olmalıdırlar. Vacib məqam, şirkət Künet mallarının alınmasının mümkün qədər şuurlu olması və alıcıya yalnız sevinç gətirməsi üçün bütün səyləri göstərir. Xatırladım ki, Künetdə bütün satışlar tamamilə məsafədən həyata keçirilir və internet mağazası vasitəsilə baş tutur. Blogerlərin şirtməyi sevdiyi mövzulardan biri də budur ki, güya insanlar internet mağazasının açılmasına pul yatırmaq və komissiya almaq istəyiblər, lakin onları aldadıblar. Şirkətin müştəriləri böyük biznesə pul yatırmış və maliyyə fırıldaqçılarının qurbanı olmuş investorlar kimi təqdim olunur. Bu tamamilə qeyri-mümkündür, çünki Künet şirkəti investisiya şirkəti deyil və əhalidən əmanət qəbul etmir.
Bizim biznesimizdə komisyon gəliri yalnız şirkətin məhsullarının təşviqinə görə qazanmaq mümkündür. Təəssüf ki, birbaşa satış biznesində uğursuzluğa düçar olan insanlar buna görə məsuliyyəti kifayət qədər tez-tez şirkətin üzərinə atırlar. Halbuki istənilən sahibkarlıq fəaliyyəti eləcə də birbaşa satışdır. Yorulmaz əmək, çoxlu zəhmət və vaxt sərf edilməsini tələb edir, lakin hamı buna hazır deyil. Sadəcə malın alınması müstəqil distributor olmaq və komissiya almaq üçün kifayət edən şərt deyil. Bu sahədə biznesi inkişaf etdirmək üçün hər hansı digər biznesdə olduğu kimi şuurlu istək, təlimdən keçmək, vaxt və zəhmət sərf etmək tələb olunur. Bəzən bəzi vicdansız müstəqil distributorlar həqiqətən də insanları çaşdıra bilər. Lakin şirkət öz nüfuzuna önəm verdiyi üçün belə hər bir halı çox diqqətlə araşdırır. Alıcılara və Künet şirkətinin müstəqil distributor olmaq istəyənlərə tövsiyə edirəm ki, şirkətin saytına, sosial şəbəkələrimizə daha tez-tez baxsınlar və sifariş verməzdən əvvəl bütün məlumatla diqqətlə tanış olsunlar. Xatırladım ki, Künet birbaşa satış segmentində uğurla inkişaf edən beynəlxalq şirkətdir. O, Malayziya, Singapur, Fransa, İspaniya kimi ölkələrdə və bir çox başqa ölkədə birbaşa satış assosiasiyasının üzvüdür. Onunla hüquqi münasibətləri tənzimləyən bütün sənədlər açıq əlçatandır və şirkətin saytında yerləşdirilib. Künet Cənub-Şərqi Asiyada məsafədən ticarətin liderlərindən biri kimi tanınır. Təkcə 2021-ci ildə şirkət 25-dən çox beynəlxalq mükafat qazanıb. Şirkətin məhsulları dünyanın 100-dən çox ölkəsində satılır. Nümayəndəlikləri isə 25 ölkədə açılıb.